Botoks qadağan olunacaqmı? Bundan əlavə, nəyə görə antibiotiklər artıq əvvəlki kimi təsir eləmir, yoxsa bədənimizdəki viruslar, mikroblar və bakteriyalar da təkamül edir? Bu və digər çox maraqlı, bir-birindən innovativ xəbərlərimiz sizi gözləyir. Əgər Ümumdünya Səhiyyə Təşkilatının hesabatında mövcud olan maraqlı biliklər haqqında da məlumatlanmaq istəyirsinizsə, mütləq bizi izləyin. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. 6 dəqiqə susmaq bədəninizə necə inanılmaz bir enerji və rahatlıq gətirir, bunu ağlınıza belə gətirə bilməz. Yox. 6 dəqiqə susmaq necə möhtəşəm bir effekt verir, bunu heç alimlər də düşünə bilməzdilər. Eksperiment nəticəsində məlum olub ki, insan heç nə düşünmədən, sadəcə 6 dəqiqə ərzində sussa, bədənində necə inanılmaz proseslər gedir. Çox deyil ki, cəmi 6 dəqiqədir. Gün ərzində bu dəqiqələrdə susmaq və düşünmədən sadəcə var olduğundan zövq alan insanların həm ömrü uzun olur, həm də nə bilmək istəyirsinizsə, sona qədər bizə baxın. Freiburg alimlərinin apardığı yeni tədqiqat sübut edib ki, cəmi 6,5 dəqiqəlik səssizlik insanın psixoloji vəziyyətinə dərin təsir göstərir. Araşdırma nəticələri Almaniyanın rəsmi saytında dərc olunub. Professor Erik Pfeiffer və doktor Mark Wittnanın rəhbərliyi etdiyi Freiburg Style Study layihəsi çərçivəsində alimlər səssizliyin insan bədəninə və zehninə təsirini öyrənib. Tədqiqatda iştirak edənlər müxtəlif şəraitlərdə, təbiətdə, seminar otaqlarında və fərdi sessiyalarda sakit olarkən müşahidə edilib. Nəticələr göstərib ki, qısa, lakin dərin səssizlik insanın rahatlıq hissini artırır, gərginliyi azaldır, emosional balans yaradır. Həmçinin insanın zaman və məkan hissi dəyişir. İştirakçılar vaxt daxarını daha ləng, anı isə daha dərin və aydın şəkildə qavrayırlar. Araşdırma həm də göstərib ki, səssizlik təkcə səsin yoxluğu deyil, refleksiya və daxili balans üçün mühüm psixoloji prosesdir. Pfeifferin apardığı əlavə icmalda bu nəticəni təsdiqləyib və səssizliyin musiqi terapiyasında ayrıca müalicə üsulu kimi istifadə oluna biləcəyini vurğulayıb. Mütəxəssislər bildiriblər ki, gündə cəmi bir neçə dəqiqəlik səssizlik belə stressin azaldılmasına, diqqətin cəmlənməsinə və ümumi rifahın artırmasına kömək edir. Araşdırma səssizliyin sağlam həyat tərzinin vacib hissəsi kimi qəbul edilməsinin əhəmiyyət çəkib. Ümumdünya Səhiyyə Təşkilatı açıqlayıb ki, dünyada milyonlarla insan xərçəngə tutulur və bunun səbəbi də alkoqoldur. Hətta gün ərzində 2 badə içmək belə kifayət eləyir ki, müəyyən xərçənglər bir müddətdən sonra sizdə peyda olsun. Bəs bunlar hansı xərçənglərdir? İçki içən insanlarda ən çox hansı növ xərçənglərə rast gəlinir? Sualın cavabını indi biləcəksiniz. Alkoqol xərçəngdən ölənlərin sayını artırır. Ümumdünya Səhiyyə Təşkilatının Xərçəng Araşdırmaları Agentliyi xəbərdarlıq edib ki, Avropada alkoqol istifadəsi hər il minlərlə yeni xərçəng halının artmasına səbəb olur və dövlət büdcələrinə milyardlarla avro zərər vurur. Araşdırma Euronews tərəfindən yayımlanıb. Təkcə 2020-ci ildə Avropa İttifaqında 111 min, dünyada isə 741 min yeni xərçəng hadisəsi alkoqol istehlakı ilə əlaqələndirilib. İqtisadi itkilərin həcmi 2018-ci ildə 4,5 milyard avrodan çox olub. Mütəxəssislərin sözlərinə görə alkoqol ən azı 7 növ xərçəngin, ağız, boğaz, qırtlaq, yemək borusu, qaraciyər, bağırsaq və döş xərçənginin yaranma riskini artırır. Bu təsir hormon balansının pozulması, bağırsaq mikroflorasının dəyişməsi və DNT zədələnməsi ilə bağlıdır. Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, hətta az miqdarda gündə 2 badədən az alkoqol qəbulu belə 2020-ci ildə 100 minlərlə yeni xərçəng hadisəsinə səbəb olub. Təşkilat vergilərin artırılması, satış və reklam məhdudiyyətləri kimi tədbirlərin xərçəng riskini azaltmaqda təsirli ola biləcəyini vurğulayır. İnsanlar təkamül elədikcə bədənlərindəki mikroblar, viruslar, bakteriyalar da inkişaf eləyir və artıq köhnə antibiotiklər onlara heç cür təsir eləmir. Bəs nə etməliyik?
Antibiotiklər təsir gücünü itirib. Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir ki, hər 6-cı bakteriyal infeksiya artıq standart antibiotiklərlə müalicəyə cavab vermir. Bu, antimikrob davamlılığı adlanan və dünya səhiyyəsində ciddi təhdid yaradan haldır. 2023-cü ildə 104 ölkədə aparılan araşdırma göstərib ki, 2018-ci ildən bəri bakteriyaların antibiotiklərə qarşı müqaviməti 40% artıb. Xüsusilə E. coli, Klebsiella, Salmonella kimi bakteriyalar müalicəyə tabe olmur. Hətta cinsi yolla keçən infeksiyalarda istifadə edilən Ceftriaxon dərmanı belə bəzi bölgələrdə təsirini itirir. Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, antibiotiklərin düzgün və ehtiyatla istifadəsi, yeni müalicə üsullarının hazırlanması və erkən diaqnostika antimikrob davamlılığı ilə mübarizədə əsas rol oynamalıdır. Rəsmi qurumlar tərəfindən təsdiqlənməyən insan sağlamlığına ciddi zərər vuran botoksların qanunsuz satışı aşkarlanıb. Botoksun qanunsuz satışı üzə çıxdı. Böyük Britaniyada əczaçılara nəzarət orqanı botoks satışında qanunsuzluq aşkarlayıb. Nəticədə qurum BBC-nin gizli araşdırması nəticəsində aşkar edilən qanunsuz və təhlükəli botoks satışına qarşı ciddi tədbirlər görəcəyini vəd edib. Araşdırma zamanı əczaçıların şəxsi tibbi müayinə olmadan və reseptsiz botoksu kosmetoloqlara satmağa çalışdığı ortaya çıxıb. Qanunvericiliyə görə botoks yalnız ixtisaslı həkim, tibb bacısı, əczaçı və ya stomatoloq tərəfindən xəstə ilə şəxsən görüşüb qiymətləndirilmə aparıldıqdan sonra reseptlə verilə bilər. BBC-nin gizli kameraya çəkdiyi əczaçının müştəri kimi təqdim olunan jurnalistə saxta sənədlər təqdim edərək bir neçə doza satmağı təklif edib. Əczaçılar Şurası bu hallarla bağlı ciddi tədbirlər görəcəyini bildirib. Həmçinin araşdırma qeyri-qanuni fəaliyyət göstərən başqa şəxslərin, məsələn, WhatsApp vasitəsilə resept satışı təklif edən tibb bacısının və saxta həkimin də aşkar edildiyini göstərib. Bu ədviyyatlar hamımızın evində var, amma bu qədər faydalı olduğunu düzü mən də bilmirdim. İndi elə bir 3 ədviyyatın adını çəkəcəyik ki, alimlər bunların tərkibində olan insan orqanizminə faydalı olan maddələri sadaladıqca heyrətlənəcəksiniz. Onları evinizdən, çayınızdan əksik etməyin. Ən faydalı 3 ədviyyat müəyyən olunub. Amerika Birləşmiş Ştatlarının Idaho Universitetinin alimləri müəyyən edib ki, qara istiot, darçın və mixək iltihabı azaldaraq ürək sağlamlığını gücləndirə bilər. Bu ədviyyatlar güclü antioksidant və iltihab əleyhinə təsiri olan təbii maddələr, polifenollarla zəngindir. Araşdırmada 212 nəfər iştirak edib. Onlar müxtəlif ədviyyatlardan istifadə tezliyini göstərib. Alınan nəticələr Beynəlxalq Phenol Explorer bazası ilə müqayisə olunub. İştirakçılar bir ay ərzində orta hesabla 680 mg polifenolu təkcə ədviyyatlardan alıb. Bu da qida ilə qəbul edilən polifenolların təxminən 12%-ni təşkil edir. Ən çox təsir göstərən ədviyyatlar isə qara istiot, darçın və mixək olub. Alimlər vurğulayır ki, gündəlik rasionda ədviyyatlar tez-tez nəzərə alınmır. Halbuki onlar kalorini artırmadan qidanın faydalılığını yüksəldə bilər. Hazırda dünyada 11 milyon insan psixik xəstəlikdən əziyyət çəkir və bu sayda getdikcə artır. Şəxsən mənə maraqlıdır, siz nə düşünürsünüz? Dünyada bu qədər insanların öz psixikalarını tamamilə zədələməyinin səbəbi nədir? Sosial şəbəkələr, sağlam qidalanmamaq, ətraf mühit, doğru tərbiyə edilməmə. Fikirlərinizi mütləq sosial şəbəkələrdən bizi izlədiyiniz istənilən platformada yazın. Çünki insan digər xəstəliklərlə mübarizə apara bilir, amma təəssüflər olsun ki, psixikası zədələnəndə insan sadəcə özünə deyil, kifayət qədər ətrafına, doğmalarına da zərər verir. 11 milyon insanı məhv edən psixoloji xəstəliklər. Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı hesabatda nevroloji xəstəliklərin dünyada hər il 11 milyondan çox insanın ölümünə səbəb olduğu bildirilir. Bu hal 3 milyard insana, yəni qlobal əhalinin 40%-dən çoxuna təsir edir. Hesabatda vurğulanır ki, 194 üzv ölkədən yalnız 63 nevroloji xəstəliklərə dair milli siyasətə malikdir. Daha da azı 34 ölkə bu sahəyə xüsusi maliyyə vəsait ayırıb.
Ən çox ölüm və məhdudlaşdırma yaradan 10 xəstəlik arasında insult, Alzheimer və demensiya var. Qrip miqreni, şəkərli xəstəliklə bağlı sinir zədələnmələri və epilepsiya yer alır. Ümumdünya Səhiyyə Təşkilatı qeyd edir ki, aşağı gəlirli ölkələrdə nevroloq həkimlərin sayı zəngin ölkələrlə müqayisədə 80 dəfədən azdır. Beyin sağlamlığı prioritet olmalı, milli planlar hazırlanmalı, xidmətlər genişləndirilməli və bu sahəyə yetərli investisiya qoyulmalıdır deyə təşkilat bütün dövlətlərin səhiyyə rəsmilərinə çağırış edib. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tibb xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.